Hamıya salamlar. Bugün hazırladığım qaz ayağı peçenyasını sizinle paylaşıp bölüşmek istəyirəm. 350 qram undan hazırlayıram. İçərisinə əlavə edirəm. Bu günləri sütkəcin bu gözündən istifadə edirəm və bir də təqribən demək ki 200 qram ya margarin yağı və yaxud da ki kərə yağından istifadə edirəm. Ehtiyatla unun içərisinə yağı əlavə edirəm və hər tərəfinə səpirəm. Sonra isə sütkəcin bu gözündən keçirdirəm. Və yaxud da ki bıçaqla xırda yağı doğrayın. Bu şəkildə. Sonra isə içərisinə köpürdücü əlavə edirəm. İçərisinə 400 qram kəsmik əlavə edib, ehtiyatla xəmir hazırlayıram. Çalışıram ki, xəmiri hazırlayarkən çox da əlimlə möhkəm sıxmayım. Xəmirin içindəki yağlar çox da əzilməsin. Biraz duz əlavə etmişdim kəsmiyə azca. Ümumiyyətlə, mən soyucuda saxlayanda azca duz əlavə edirəm. Adətən bu xəmirə şəkər tozu əlavə edilmir. Mən azca təqribən yarım stəkandan da biraz az şəkər tozu əlavə edirəm və xəmir hazırlayıram. Artıq xəmir hazır. Sərin yerdə saxlayıram təqribən 30 dəqiqə və yaxud da ki soyuducuda biraz xəmir soyuq olsun. Yəni hazırladıqda əlimizə və yaxud da ki bir qaba yapışmasın. Əgər xəmir də artıq qalırsa və yaxud əvvəlcədən də hazırlayıramsa, demək bükürəm, soyuducunun buzdolabında saxlayıram. Sonra isə müəyyən bir şirniyyatlara istifadə etmək olur və yaxud da ki ətli blini hazırladıqda, blincikləri hazırladıqda onun ətinin içərisinə qoyub bişirdikdə də dadlı olur. Xəmiri bir kənara qoyuram. Müəyyən bir boş qab və içərisinə azca şəkər tozu əlavə edirəm. Bunu da bir kənara qoyuram. Yenə də növbəti bir boş qab qoyuram. Növbəti bir boş qab götürürəm. Hazırladığım xəmirləri hissə-hissə qabın içərisinə yığıram. Ya balaca və yaxud da ki çox kiçik və yaxud da ki biraz böyük, kim necə istəyirsə. Yuxa şəklində qalınlığı təqribən 1 və yaxud da ki 2 sm olan yuxa şəklində açıram. Bir üzünü şəkər tozuna batırıram. Sonra isə qatlayıram. Əlimlə ehtiyatla. Xəmiri yayıram. Yenə də bu üzünü, hər hansı bir üzünü. Yenə şəkər tozuna batırıram. Bir hazırlayıb hamısını tavanın içərisinə qoyuram. Duxovkanı yandırmışam sobana, bişirirəm 180-200 dərəcə Selsi temperaturda. Tez bişir, ona görə tez-tez nəzarət edirəm. Bugün də hazırladığım bu qədər sizinlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi mənə yazmağı unutmayın. Sağollaşmıram, yenə də hələlik deyirəm.